Burada deməli bu riyastata görürsünüz ardıcıl lampaları qoşublar. Sarğaca da ardıcıl yenə lampaları qoşublar. İndi biz açarı qapasaq, sarğacdan keçən cəryan, aşağı budaqdan keçən cəryan yavaş-yavaş artacaq, amma yuxarı budaqdan keçən cəryan birdən artacaq. Hardan birdən artacaq? Çünki lampası biraz tez közərir. Oldu mu? Gəlin baxalım. Lampanı qapayırıq. Görürsünüz. Əvvəl yuxarıdakı közəlir, sonra aşağıdakı. Aşağıdakının közərməsi, bax fikir verin, aşağıdakının közərməsi biraz yubanır. Görürsünüz. Bu olur. Sarğacda öz-özünün müsahisəsi baş verir. Ona görə sarğacı ardıcıl olan lampalardakı parlaqlıq yavaş-yavaş biraz yuvanmış şəkildə artır.